Hörmətli izləyicilər, bildiyimiz kimi Milli Məclisdə sosial şəbəkələrdə əxlaqsız və qeyri-etik davranışlarla bağlı ciddi müzakirələr aparılır. Son aylarda sosial platformalarda kobud şəkildə etik qaydaların pozulması xüsusilə də yeni yetmələrimizə mənfi təsir göstərir. Bu müzakirələrlə bağlı biz vətəndaşlara yaxınlaşıb onlarla sorğu aparıb fikirlərini öyrənəcəyik. Fikirlərim təbii ki də sosial şəbəkələrdə, yəni bildiyimiz kimi balacadan tutmuş böyüyə qədər indiki müasir dövrümüzdə hər kəs istifadə edir və belə şeylərin paylaşılması mənə görə heç bir düzgün deyildir. Cərimənin də qoyulması təbii ki də bunu təsdiqləyirəm. Yəni doğru bir fikir olaraq irəli sürülmüşdür. Çünki yəni istəyir böyüklər olsun, istəyir balacalar olsun, elə videonun görmələri və hətta ki elə bir məlumat almaları məncə heç bir yaxşı bir şey deyildir. Yəni yaxşı bir xəbər deyildir. Yəni elə olur ki, səhər günümüzü sosial şəbəkə ilə açırıq, elə bir məlumatı baxıb, yəni nə keyfimizi pozaq, nə də ki, yəni elə bir video ilə gözümüzü korlayaq, belə bir fikir demək istəyirəm. Yəni məncə elə çox düzgün bir qərardır. Daha belə bizə xeyirli bir məlumatlar verməkdənsə elə bir pis məlumatları silmələri və hətta ki elə cərimə eləmələri təbii ki də çox düzgün bir qərardır. Yəni təsdiqləyirəm. Dəmirov Aslan Sədoğlu. Çox gözəl ideyadır. Mən qəbul edirəm, bəyənirəm. Bu ideyanı ümumiyyətlə davam etdirmək lazımdır. Birincisi, Azərbaycan psixologiyasına uyğun deyil ki, Azərbaycanda belə özbaşınalıq olsun. O barədə qanuni qərar qəbul eləsələr gözəl olar. Birinci inzibati məsuliyyətdən başlayıb cinayət məsuliyyətinəcən davam etdirmək lazım bu işləri. Yəni bu təbliğatın aradan qaldırılmasının tərəfdarısınız. Bəli. Mən istəyərdim ki, Azərbaycanda anamız var, bacımız var, ailəmiz var, uşağımız var. Bu işlərin qarşısını belə profilaktik söhbətlər aparmaqla qarşısını almaq daha məqsədə müvafiq olar. Gələcəkdə belə hallara yol vermək ümumiyyətlə düzgün fikir deyil. Bu günləri görürük də eybəcərliklər var. Mən arzulayardım ki, bu eybəcərliklər aradan qaldırılsın, həmin adamlar barəsində qanuni qərar qəbul olunsun. Namiq İsmailov, indi qəbul olunan qərarlar biraz da gecikmişdi. Çünki bu nə qədər bundan qabaq qəbul olsaydı bir o qədər yaxşı idi. Sosial şəbəkələrdə demək olar ki, bizim heç nəyimizə yaraşmayan, nə mentalitetimizə, nə xalqımıza, əxlaqımıza yaraşmayan şeylər həddindən artıq çoxdur. Belə şeylər hər yerdə həmişə tənqid olunmalıdır. Təəssüflər edirəm, çox təəssüf edirəm ki, evladlarımızın da səhərdən axşama qədər əllərindən telefon düşmür. Ən çox da olan şeylər elə o telefon vasitəsilə onlara təbliğ olur. Bu, əlbəttə, xalqımızın gələcəyi üçün heç də yaxşı şey deyil. Milli Məclisin bu qəbul etdiyi qərarları mən alqışlayıram və hesab edirəm ki, biraz gecikmişdi. Gərək bunu hələ əvvəldən eləyəydilər. Azərbaycan Texniki Universitetinin tələbəsi Bakir Quliyev, 18 yaşım var. Hər insan sosial şəbəkənin başqa məqsədlərlə istifadə edir. Eləsi var məlumatlandırıcı, eləsi var əxlaqsız videolarla falan. Onlar tamamilə yığışdırılsa, sosial şəbəkədən istifadə etmək daha yaxşı olur. Osmanova Ayan adım. Birinci kurs tələbəsiyəm, Adem Universitetində oxuyuram. Əslində bu cərimələrin görülməsi, yəni tədbirlərin görülməsi əslində yaxşıdır. Çünki cəmiyyətin formalaşmasında da ya da gələcək həyatı qurmaq istəyən uşaqlar üçün də daha yaxşıdır. Hələ bəzi cərimələrdə etik dərslərin keçirilməsi də yaxşı olardı. Mən istəyərdim ki, universitetlərdə, məktəblərdə və ya da başqa yəni elmi tədris mərkəzlərində də bunlar üçün bir tədbirlər görülməlidir. Ən çox şagirdlər arasında yayılır. Son vaxtlar sosial şəbəkədə TikTok, Instagram kimi tətbiqlərdə də biz görürük bunları. Ona görə mən istəyərdim ki, bu tədbirlər davam eləsin, yəni olsun. Əslində bu çoxdan olmalıdır. Çünki get-gedə də bu, misal üçün, ən çox da TikTokda xal yığmaq üçün və yaxud da əlavə pul qazanmaq üçün daha açıq səhnələr göstərirlər. Bu da insanların etik davranışına da ziddir. Çünki Azərbaycanın özünün mentalitet quruluşu var, özünün mədəniyyəti var. Bu mədəniyyətə çox ziddir və get-gedə də oradan asan pul qazandığına görə çox insanın üzrə zərb olunur və şenləşdi. Amma belə qanun çıxandan sonra bu şeyin qarşısı alınacaq. Müsbət kimi baxın. Kənə Əlizadə. Əlbəttə ki, razıyam. Uşaqlara çox mənfi ilə təsir göstərən elə şəbəkələrdir. Əsas da ki, TikTokdur. Bunlar elə ortadan yığışılması daha önəmlidir. Çünki uşaqlar elə orada görürlər. Bəzi şeylər elə bilirlər ki, asandır. Asan yolla pul qazanmağı deyirlər. Amma məktəbə heç bir şey dərsiz də önəm bəxş eləmirlər də. Elə bilirlər ki, hər şey TikTokla elə bağlı bir şeydir. Ona görə. Bəli, təsdiqləyirəm. Qeyri-etik davranışların çoxaldığını həqiqətən özüm də görmüşəm. Bunun qarşısı alınanda sevindim çünki get-gedə azalmağa başlayır. Bunu görürük, qorxurlar istər-istəməz.
Azyaşlılar baxır, icazə verməsələr də qarşılığını almaq olmur. Sosial şəbəkələrə azyaşlılar baxır, onlara pis örnək olur. İstərdim ki, onlar üçün daha maarifləndirici videolar, paylaşımlar olunardı. Bu daha yaxşı olardı. Sosial şəbəkələrdə məsuliyyətsiz paylaşımlar yalnız fərdi insanların deyil, bütövlükdə cəmiyyətin mənəvi dəyərlərinə zərbə vurur. Biz bu müzakirələrlə bağlı vətəndaşlarla sorğu apardıq və sorğumuzdan belə bir qənaətə gəldik ki, hər kəs sosial şəbəkələrdə aparılan qeyri-etik davranışların və əxlaqsızlığın təbliğatının qarşısının alınmasını və cərimənin tətbiq olunmasını dəstəklədilər.